Salam əziz izləyicilər və abituriyentlər. Python seriyası ilə davam edirik. Bugünkü mövzumuz operatorlar və operandlar. İstinad etdiyimiz mənbə Kərim Tahiroğlu Dövlət İmtahan Mərkəzi və digər materiallar. Introdan sonra başlayırıq. Deməli, əziz izləyicilər, operatorlar nədir? Operatorlar müəyyən əməliyyatları həyata keçirən konstruksiyalardır ki, bu konstruksiyalar xüsusi simvol və ya simvollar ardıcıllığından ibarətdir. Ümumiyyətlə, proqramlaşdırmada hər bir ayrıca komanda operator hesab olunur. Hər bir operator bir və ya bir neçə operand üzərində əməliyyat həyata keçirir. Ümumiyyətlə, operator sözü sözün özündən də göründüyü kimi operasiya sözündən götürülüb, əməliyyat deməkdir mənası bir növ. Hər hansı bir əməliyyatı icra etmək üçün istifadə olunur. Məsələn, sadə bir toplama əməliyyatı yazaq. A bərabərdir 5 üstəgəl 3 print A və RAM modul nəticə 8. Təbii ki, nəticə 8 olmalıdır, çünki bu toplama əməliyyatıdır. Deməli, biz neylədik? Burada sadə bir toplama əməliyyatı yazdıq və bu toplama əməliyyatını həyata keçirmək üçün istifadə olunan, bax, bu simvol, biz buna üstəgəl və yaxud plus simvol deyirik. Bu simvol operator hesab olunur. Yəni, 5 və 3-ü toplayan operatordur. Bu əməliyyatı, bu toplama əməliyyatını həyata keçirən bir operatordur. Bu simvolun sağında və solunda yer alan qiymətlər operandlar adlanır. Bu qiymətlər, ümumiyyətlə, operandlar rolunda bu cür qiymətlər, ədədi qiymətlər və yaxud string tip qiymətlər fərqi yoxdur. Həmçinin dəyişənlər iştirak edə bilər. Yəni, operandlar rolunda qiymətlər və dəyişənlər iştirak edə bilər. İndi biz burada qiymətlərdən istifadə etmişik. Gəlin, başqa bir proqram yazaq. A bərabərdir 5, B bərabərdir 3, C bərabərdir A plus B və print C nəticə yenə də 8. Nə baş verdi, neynədik biz? Bu dəfə operand rolunda, bax, bu üstəgəl operatorunun sağında və solunda iştirak edən operandlar bu dəfə dəyişənlərdir. Deməli, bir daha qeyd edirəm, operand kimi həm qiymətlər, həm də dəyişənlər istifadə edilə bilər. Ümumiyyətlə, Python proqramlaşdırma dilində operatorlar aşağıdakı kimi sinifləndirilir. İndi onları bir Word proqramını açıq hazır vəziyyətdə saxlamışam ki, bunları bir yazım, ekranda görəsiniz. 1. Hesab operatorları. 2. Müqayisə operatorları. Sonra mənimsətmə operatorları. Biz hələ ki, bunlardan bərabərliyi vəziyyətdə tanıdığımız bərabər simvolunu tanıyırıq. Mənimsətmə operatorları. 4. Məntiq operatorları. 5. Bit operatorları. 6. Üzvlük operatorları. Üzvlük operatorları və 7. İdentiklik operatorları. Hər bir operatorlar üzərində ayrıca video çəkiləcək, izahlar üzərində. Hesab operatorları haqqında bugün danışacağıq. Gələn dərs müqayisə operatorları. Amma gələn dərsdə hesab operatorları haqqında danışılacaq. Çünki hesab operatorların ardıcıllığı haqqında danışmalıyıq. Bir videoda istəmirəm onların hamısını bir videoya yığım ki, video çox uzun olmasın. Bugün hesab operatorları haqqında danışırıq. Bax, indi az öncə kiçik bir proqram yazdıq və bu proqramda biz üstəgəlmə cəm operatorundan istifadə etdik. Bu cəm operatoru hesab operatorlarına aiddir. Çünki neynir? Hesabat aparır.
Hesab operatorları hansılardır? İndi onları da göstərirəm sizə ekranda. Deməli, bu cədvəldə gördüyünüz operatorlar hesab operatorları hesab olunur. Birinci elə həmin o cəmi operatorları. Baxın, yazmışıq hesab operatorları, operatorun istifadəsi. C bərabərdir A plus B. Yəni C dəyişəninə A və B dəyişənlərinin qiymətlərinin cəmi mənimsəz edilib. Bizim yazdığımız bu proqramdakı kimi. Gördüyünüz kimi. C dəyişəninə A və B dəyişənlərinin qiymətləri mənimsəz edilib. A 5, B 3, nəticə nə idi? Cəmi nə edilir bunların? 8. Nəticə gördüyünüz kimi 8. Sonra növbəti operator çıxma operatoru və yaxud fərq operatoru. C dəyişəninə A və B dəyişənlərinin qiymətlərinin fərqi mənimsəz edilib. A 5-dirsə, C 3-dirsə, B 3-dirsə, C olacaq 2. 5 çıxılsın 3 yəni. Sonra baxın burada minus operatoru bir başqa şəkildə də istifadə olunur. C bərabərdir mənfi B yazılıb. Yəni C dəyişəninə B dəyişəninin əksi mənimsədilir. B 3-dürsə, C olacaq mənfi 3. Yəni minus operatoru həm fərq yaradır, fərq operatoru kimi istifadə olunur, bu minus simvolu, həm də bir dəyişənə başqa bir dəyişənin əksini mənimsətmək üçün istifadə olunur. Sonra tək ulduz riyaziyyatda bildiyimiz vurma və yaxud hasil əməliyyatını icra edir. Burada da yazılan kimi C dəyişəninə A və B dəyişənlərinin qiymətlərinin hasili mənimsədilir. Sonra tək ulduz, baxın yazmışam, C bərabərdir A vur B. Yəni burada tək ulduz vurma və yaxud hasil, riyaziyyatdan bildiyimiz hasil operatorudur. C dəyişəninə A və B dəyişənlərinin qiymətlərinin hasili mənimsədilir. Sonra sola əyri xət və yaxud əksləş bölmə əməliyyatını icra edir. C dəyişəninə A və B dəyişənlərinin qiymətlərinin nisbəti mənimsədilir. Yəni bildiyimiz bölmə, riyaziyyatdan bildiyimiz adi bölmə. Bundan 2 dənə istifadə olunduqda nə baş verir? Yenə də bölmə əməliyyatını icra edir, amma natamam qisməti geri qaytarır. Cavab olaraq natamam qisməti geri qaytarır. Məsələn, 16-nı 5-ə böləndə 3,2 düşür, düzdür? Biz bunu 16-nı 5-ə bölmək üçün birinci operatordan istifadə etsək, cavabı 3,2 qaytaracaq. Amma ikinci operatordan istifadə etsək, cavabı 3 qaytaracaq. Yəni, natamam qisməti qaytaracaq. Burada bir haşiyə çıxım. Birinci, yəni bu bölmə əməliyyatını icra edən operatorun nəticəsi həmişə float tipində olur. Amma ikinci, yəni natamam qisməti qaytaran bu operatorun, natamam bölmə də deyə bilərik, natamam bölmə operatorunun nəticəsi isə həmişə integer tipindədir. Deməli, birincinin nəticəsi həmişə float tipində olur, ikincinin nəticəsi həmişə integer tipində olur. Sual oluna bilər, necə birincinin nəticəsi həmişə float tipində olur? Məsələn, 15-i 5-ə böləndə qalıqsız bölünür də 3 düşür. Bəli, 15-i 5-ə böləndə qalıqsız bir cavab çıxır, 3 tam bir cavab çıxır. Amma proqram onu float tipində çıxarır, 3.0 olaraq çıxarır. Amma eyni əməliyyatı bu operatorla yerinə yetirsək, 2 dənə slash, o zaman integer tipində, yəni 3 çıxaracaq. Sonra növbəti əməliyyat, növbəti operator, bu bizim riyaziyyatdan bildiyimiz faiz işarəsidir, amma burada qalıqlı bölmə operatorudur. Yəni, bir ədədin digər ədədə bölünməsindən alınan qalığı qaytarır. Baxın, C dəyişəninə A-nın B-yə bölünməsindən alınan qalıq mənimsədilib. Yəni, A 16, B 5-dirsə, 16-nı 5-ə böləndə qalıq 1 düşdüyünə görə, o zaman C-nin qiyməti 1 olacaq. Yəni, bu operatordan istifadə etsək. 2 ulduz qüvvət operatorudur. Yəni, C dəyişəninə A, 2 ulduz B
yazsa C dəyişəninə A üstü B mənimsədilmiş olur. Bunlar riyazi əməliyyatları həyata keçirən operatorlardır. Bundan başqa bu operatorlar kifayət eləməsə, mürəkkəb riyazi hesablamaları yerinə yetirmək üçün məhz modulundan istifadə olunur. Proqrama modul çağırılır, import açar sözü vasitəsilə və bu modulun daxilində olan funksiyalardan və biz yeri gəlmiş o funksiyalarda ayrıca bir operator kimi baxa bilərik. Funksiyalardan istifadə edərək daha mürəkkəb riyazi hesabatları apara bilərik. İndi gəlin bu adları çəkilən bu operatorlara aid misallar çəkək, misallar göstərək. Burada B-nin qiymətini dəyişdirirəm, 2 eləyirəm ki, biraz kiçik ədədlər olsun və run edirəm. Gördüyünüz kimi, yəni nəticə 7 çıxır ekrana. Çünki cəm operatorudur. A və B-nin cəmi 5 və 2-nin cəmi 7 eləyir. İndi gəlin fərq operatoruna baxaq. Gəlin elə burada yazaq, interaktiv rejimdə. A 5, B 2, C bərabərdir A çıx B və print C. Təbii ki, nəticə 3 olmalıdır. Deməli, C dəyişəninə A və B dəyişənlərinin qiymətlərinin fərqini mənimsətdik. Deməli, burada minus simvolu çıxma, fərq operatorudur. Sonra növbəti operator vurma operatorudur. C-yə bu dəfə A və B-nin hasilini mənimsədirəm. Gördüyünüz kimi C bərabər A vurulsun B və bu interaktiv rejimdə print yazmağa çox da ehtiyac yoxdur. Elə C yazıb enter vursam nəticə çıxacaq ekrana. Yəni A və B-nin hasili, 5 və 2-nin hasili. Bunlar aydın məsələlərdir. Vurma və yaxud hasil operatorudur bu, tək ulduz. Bir də qoşa ulduz var. C bərabərdir A qoşa ulduz B desəm və C yazıb enter vursam nəticə 25, yəni A-nın kvadratı. A 5-dir, B 2-dir. A üstü 2, A üstü B. Yəni burada B, burada 2 ulduz qüvvət operatorudur. Növbəti bölmə operatorudur. Yəni C bərabərdir. Deyək ki, A böl B. Gördüyünüz kimi bölmə operatoru bu cür yazılır və enter vururam, C yazıram, yenə də enter vururam. 2,5, 5 2-yə böləndə həqiqətən də 2,5 düşür. İndi gəlin bunu tam bölmə kimi həyata keçirək. C bərabərdir A, bu dəfə 2 dənə əgri slash yazıram və gördüyünüz kimi nəticə 2 olaraq geri qayıdır. Baxın, type C desəm, class integer. C-nin qiyməti integer tipindədir. Yuxarıdakı kimi təzədən C-yə tək slashlə yazsam və C enter vursam 2,5 və type C desəm, class flat çıxacaq. Gördüyünüz kimi, yəni bayaq da vurğuladığım kimi birinci, yəni tək bölmənin nəticəsi həmişə float tipindədir. Bu bölmənin nəticəsi həmişə integer tipindədir. Növbəti operator qalıq operatorudur. C dəyişəninə A-nın B-yə bölünməsindən alınan qalıq mənimsədilir. Run edirik və 5-in 2-yə bölünməsindən alınan qalıq 1-dir və 1-i də ekrana çıxarır. Qeyd edeyim ki, bu operatorun da nəticəsi həmişə integer tipindədir. Aydındır, həmişə bu operatorun da nəticəsi integer tipindədir. Sonra bir də əziz tələbələr, məsələn A-ya bir dənə -5 desəm, bir ABC funksiyası var ki, bunun məhz modulu çağırmadan da istifadə etmək olar. ABC A desəm və bundan sonra ortalığa nə çıxır? 5 çıxır. Yəni ABC modul funksiyasıdır və dəyişənin modulunu tapır.
dəyişənin qiymətinin modulunu tapır. Bu da bir operatordur, riyazi funksiyadır bu və bu riyazi funksiyadan istifadə etmək üçün məhz modulunu çağırmağa ehtiyac yoxdur. İndi gəlin məhz modulundan istifadə edərək bir sadə bir nümunəyə baxaq. A-ya 16 qiymətin verirəm və istəyirəm ki, A dəyişəndən kök alım. Bu zaman SQRT funksiyasından istifadə etməliyəm, amma onu istifadə edə bilmək üçün məhz modulunu çağırmalıyam. Məhz modulundan istifadə etmək üçün import açar sözündən istifadə edərək modulu çağırmaq lazımdır. Import yazıram, bir dənə boşluq buraxıb məhz yazıram. Artıq məhz modulu çağırıldı. Bundan sonra B dəyişəni daxil edirəm. Məhz SQRT A deyirəm. Print B və nəticəni run edirəm. Gördüyün kimi 4. 16-dan çıxan kök 4'dür və bunun nəticəsi ekrana float tipində çıxır. 4.0. Mən bunu tam ədəd tipində görmək istəyirəmsə, o zaman print funksiyasının daxilində integer yaza bilərəm. Print integer B. Gördüyünüz kimi 4 integer tipində ekrana çıxır. Ümumiyyətlə, hər bir moduldan istifadə qaydası bu cürdür. İlk öncə import açar sözü vasitəsilə modulu çağırmaq və ondan sonra ondan istifadə etmək lazımdır. İndi modulu mən burada çağırdım, ikinci sətirdə. Modulu birinci sətirdə çağıra bilərdimmi? Bəli, çağıra bilərdim. Buradan bunu silirəm. Import məhz deyirəm. Bundan sonra A bərabərdir 16 yazıram və təzədən icra edirəm. Nəticə ekrandadır. Gördüyünüz kimi modulu proqramın istənilən yerində çağırmaq mümkündür. Harda istifadə edəcəksə ondan qabaq modulu çağırırıq, ondan sonra istifadə edirik və yaxud elə əvvəldən modulu çağırırıq, bilirik ki, proqram daxilində bu modulun əmrlərindən istifadə edəcəyik. Elə başdan modulu çağırırıq ki, işimiz rahat olsun. Bu qədər hesab operatorları haqqında bugünlük bu qədər. Növbəti dərsimizdə bu operatorların icra ardıcıllığı haqqında danışacağıq. Sağ olun, gələn görüşlərə dək.